Hər kəsi salamlayıram. Bugünkü mövzumuz have, has, had mövzusudur. Have, has və had sahiblik, malik olma mənasını bildirir. Azərbaycan dilinə var, malikdir, sahibdir kimi tərcümə olunur. Have indiki zaman formasıdır. Have, I, you, we, z ilə işlənir. Yəni şəxs əvəzliklərindən have, I have, you have, we have, they have olur. Aşağıda nümunələr var. I have a book, mənim kitabım var. You have a dog, sənin itin var. We have a new teacher, bizim yeni müəllimimiz var. They have two cats, onların iki pişiyi var. Has indiki zamandadır. Have də indiki zamandaydı. Has isə üçüncü şəxsin təki ilə he, she, it ilə istifadə olunur. He has, she has, it has. He has a car. Onun maşını var. She has a sister. Onun bacısı var. It has four legs. Onun dörd ayağı var. Had isə keçmiş zaman formasıdır. Bütün şəxslərlə eynidir. Heç bir şəxsə uyğun olaraq dəyişmir. I had, you had, he had, she had, it had, we had, they had. I had a bicycle. Mənim velosipedim var. He had a dog. Onun iti var. We had a lesson yesterday. Onun dünən dərsi var idi. Bizim dünən dərsimiz var idi. İsimlərlə işlənməsi. Have. My parents have a car. Valideynlərimin maşını var. The students have books. Şagirdlərin kitabları var. Has. Ali has a computer. Əlinin kompüteri var. My father has a job. Mənim atamın işi var. The cat has a long tail. Pişiyin uzun quyruğu var. Had ilə. Ali had a bike. Əlinin velosipedi var. My parents had a garden. Valideynlərimin bağı var. The dog had a collar. İtin boyunluğu var idi. Valideynlərimin bağı var idi. Əlinin velosipedi var idi. İtin boyunluğu var idi. Gördüyümüz kimi keçmiş zamanı bildirir. Deməli, belə bir qənaətə gəlirik ki, əgər isim cəmdə olarsa, have, students, have, yəni çox hərfli. Əgər isim təkdə olarsa, az hərfli, has işlənəcək. Had üçün isə fərqi yoxdur. Təkdə də, cəmdə də bütün şəxslərlə had istifadə olunacaq. Əgər siz have, has-i əsas feil kimi var, malik olmaq öyrədirsinizsə, müasir ingilis dilində sual qurmaq üçün have, has önə keçmir. Do, does ilə işlənir. Deməli, have, has-ə do, does ilə sual verəcəyik. Do, I, you, we, they, have-lə olur. Ona görə də have-ə sual verəndə do ilə sual verilir. Burada have görürük. Does-dan sual verilir. Bunu növbəti səhifələrimizdə ətraflı səbəbini izah edəcəm. Məsələn, have-ə do ilə sual veririk. Sual cümləsi qurarkən do mübtədada nəvərə keçir. Have olduğu yerdə qalır. I have a book. Do you have a book? Mənim kitabım var. Mənim kitabım var. You have a dog. Sənin itin var. Do you have a dog? Sənin itin var. We have books. Bizim kitablarımız var. Do we have books? Bizim kitablarımız var. They have a car. Onların maşınları var. Do they have a car? Onların maşınları var. İndi has ilə
sual qurarkən doesla sual verilir. Amma cümlədəki has have çevrilir. Mən normalda dərsdə izah edərkən uşaqlara deyirəm ki, yadda saxlamaq lazımdır ki, has-lə does düşməndir. Buna görə də has öz yerini have verir. Çünki have həm do ilə, həm does-la, həm də did-lə dostdur. Ona görə də bütün cümlələrdə rahat istifadə oluna bilər. Cümlələrə baxaq. He has a car. Onun maşını var. Does he have a car? Gördüyümüz kimi does önə keçib, amma has olduğu kimi cümlədə qalmayıb. Səbəb də budur ki, onlar düşməndir. Eyni cümlədə istifadə oluna bilməyiblər. Ona görə də yerini have verib. She has a cat. Onun pişiyi var. Does she have a cat? Onun pişiyi var. It has 4 legs. Onun 4 ayağı var. Does it have 4 legs? Onun 4 ayağı var. Ali has a book. Əlinin kitabı var. Does Ali have a book? Əlinin kitabı var. Gördüyümüz kimi have-lərdən istifadə olunub, hansı ki cümlənin təsdiq formasında has-lər verilib. Sualında isə has çevrilir have. My father has a job. Mənim atamın işi var. Does my father have job? Mənim atamın işi var. Hədə baxırıq. Həddə də did-lə sual verilir və həd have çevrilir. Yenə deyirəm, çünki did-lə həd düşməndir. Eyni cümlədə istifadə oluna bilməz. I had a book. Mənim kitabım var idi. Did I have a book? Mənim kitabım var idi. Gördüyünüz kimi had have çevrilib. Sualda isə did önə keçib. You had a dog. Sənin itin var idi. Did you have a dog? Sənin itin var idi. He had a car. Onun maşını var idi. Did he have a car? Onun maşını var idi. She had a cat. Onun pişiyi var idi. Did she have a cat? Onun pişiyi var idi. We had a lesson. Bizim dərsimiz var idi. Did we have a lesson? Bizim dərsimiz var idi. They had a house. Onların evləri var idi. Did they have a house? Onların evləri var idi. Have, has, had inkar formaları. İnkar formaları da asandır. İnkar formalarında do not, does not, did not olur. Mübtədadan sonra gəlir, have olduğu kimi qalacaq. I have a book. Mənim kitabım var. I don't have a book. Mənim kitabım yoxdur. You have a dog. Sənin itin var. You do not have a dog. Sənin itin yoxdur. We have books. Bizim kitablarımız var. We do not have books. Bizim kitablarımız yoxdur. They have a car. Onların maşınları var. They do not have a car. Do not da verə bilərik. Don't da yazılır. Bu qısalmış formasıdır. Amma do not isə uzun formasıdır. Has-də, bax burada qeyd eləmişəm. Do not, don't. Has-də isə ya does not yazılır uzun formada, ya da doesn't şəklində işlənə bilər. Burada da has yenidən have çevriləcək. Çünki does-la has düşməndir. He has a car. Onun maşını var. He has not have a car. Onun maşını yoxdur. She has a cat. Onun pişiyi var. She does not have a cat. Onun pişiyi yoxdur. It has 4 legs. Onun 4 ayağı var. It does not have 4 legs. Onun 4 ayağı yoxdur. Ali has a book. Əlinin kitabı var. Ali does not have a book. Əlinin kitabı yoxdur. Keçmiş zaman formasında did not və yaxud da didn't işlənəcək. Had have çevriləcək. I had a book. Mənim kitabım var idi. I did not have a book. Mənim kitabım yox idi. He had a car. Mənim maşınım var idi. Onun maşını var idi.
He did not have a car. Onun maşını yox idi. We had a lesson. Bizim dərsimiz var idi. We did not have a lesson. Bizim dərsimiz yox idi. They had a house. Onların evləri var idi. They did not have a house. Onların evləri yox idi. Do not have-lə işlənir. Does not have-lə işlənir. Did not have-lə işlənir. Demək ki, do have-lə işlənirdi. Amma ki, does-la da has düşmən olduğu üçün yerini have-ə verir. Did-lə də had düşmən olduğu üçün yerini have-ə verir. Present simple indiki zaman göstəriciləri var. Past simple keçmiş zaman göstəriciləri var. Bunları verməkdə səbəb odur ki, bəzən cümlədə indiki zaman və yaxud da keçmiş zamanı necə işlədə biləcəyimizin qaydasını bilmirik. Cümləni tərcüməsiz, necə keçmiş, necə indiki zaman olduğunu müəyyən etmək çətin olur. Buna görə də burada olan zaman zərflərini əzbərləmək lazımdır. Bu zaman zərflərini görəndə bilmək lazımdır ki, cümlə indiki zamandadır. İndiki zamandadırsa have və has-dən istifadə edəcəyik. Bunları görəndə isə bilməliyik ki, cümlə keçmiş zamandadır və keçmiş zamanda olan had-dən istifadə etməliyik. Gələcək zaman göstəriciləri isə tomorrow, next week, next month, next year, tonight, soon, in the future. Bunlar isə gələcək zamanın göstəriciləridir. Burada bəzi testlər vermişəm. Əslində dərsi tamam öyrəndikdən sonra, digər səhifələri tamam əzbərlədikdən və video dəfələrlə baxdıqdan sonra